Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda gül kələmindən ənənəvi borşdan fərqli olaraq ləzzətli borş hazırlayacağım. Əvvəlcə 2 ədəd orta boy soğan götürmüşəm. Soğanı kubik şəklində doğrayıram. Doğradığım soğanı geniş bir qazanın içərisinə əlavə edirəm. Üzərinə kərə yağı, biraz da duz əlavə edirəm. Qazanı ocağın üzərinə yerləşdirib soğanı 1-2 dəqiqə qovururam. Çox qovurub yandırmaq olmaz. 2 ədəd kök, 2 ədəd də çuğundur götürmüşəm. Əvvəlcədən qabığını soyub təmiz yuduğum kökü, çuğunduru rəndənin iri gözündən keçirdirəm. Soğanın rəngi azacıq dəyişdikdə köklə çuğundura əlavə edib qazan aşağı temperaturunda, qazanın qapağı bağlı şəkildə qovururam. Hərdən qarışdırıram. 3-4 dəqiqə qovurduqdan sonra içərisinə 1 ədəd doğranmış pomidor əlavə edirəm. Yenidən 2-3 dəqiqə qovururam. Pomidoru 1 çay qaşığı tomatla da əvəz etmək olar. Əvvəlcədən kənarda zinc sümüklərini qaynatmışam. Ondan alınan bulyonu borşun içərisinə əlavə edəcəm. Qovrulmuş kök və çuğundurun üzərinə əlavə edirəm. Bulyonun suyu az olarsa, biraz da adi su əlavə edə bilərsiniz. 4-5 dəfnə yarpağı, üzərinə istiot əlavə edirəm. Qazanın qapağını örtüb qaynadıram. 2 ədəd kartofu da kubik şəklində doğrayıram. Borşun içərisinə əlavə edib bişirirəm. 1 kilo gül kələmi götürmüşəm. Kələmi bu cür hissələrə bölürəm. İri olanları xırdalayıb axar suda təmiz-təmiz yuyuram. Təmiz yuduğum gül kələmlərin qaynayan borşun içərisinə əlavə edəcəm. Kartoşka bişdikdə kələm əlavə edirəm. Gül kələmi borşun içərisində 2-3 dəqiqəyə tam bişir. Ona görə də pişməsinə nəzarət etmək lazımdır ki, çox yumşalmasın. Bir dəstə cəfəri götürmüşəm. Cəfərini də xırda-xırda doğrayıram. Artıq borş hazırdır. Ocağı söndürürəm. Üzərinə doğradığım cəfərini əlavə edirəm. Görürsünüz, çox gözəl görünür. Mükəmməl bir borş alınıb. Borşa gül kələmi xüsusi dad verib. Həm təbii vitamin C, həm də kalsium mənbəyidir. Həqiqətən də çox ləzzətli alınıb. Hazırlayıb dadına baxmağa dəyər. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə, abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.